Salam, yerli informasiya resurslarımızın inkişaf dinamikasını təqdim edən Medialine efirdədir. Proqramımızın bugünkü bölümü beynəlxalq arenada tanınmış informasiya agentliyi olan Azeripress agentliyinə həsr olunub. Dünyada baş verən önəmli hadisələrlə yanaşı əsasən Azərbaycan və Cənubi Qafqazı əhatə edərək onlayn xəbər xidməti göstərən APA Holding ailəsinin üzvləri ilə gəlin elə birlikdə tanış olaq. Rzayev Şəhriyar, IT departamentinin işçisiyəm, database administrator, yəni verilənlər bazasının administratoru. Həmçinin userlər və müxbirlərin, yəni xəbər əlavə etmə panelinə girişi 2 mərhələli olaraqdır. Onların həm mobil telefonda mobil tətbiq yazılıb, həm də SMS vasitəsilə kodlar göndərilir. O kodlar qeyd alındıqdan sonra onlar admin panelə daxil ola bilirlər. Əgər telefonları itirilərsə, ümumiyyətlə application silinərsə, hər hansı bir ziyan olarsa, onu da qarşısı almaq üçün yəni həmin user müvəqqəti deaktiv olunur və yaxud da yeni telefonla təmin olunur. Fərahim Qasımov, APA Holdingin PR şöbəsinin rəhbəri. Bildiyimiz kimi, bütün dünyada olduğu kimi Azərbaycanda da medianın sosial şəbəkələrdə, sosial mediadan asılılığı var və bu günü-gündən inkişaf edir. APA Holding olaraq biz bunu nəzərə aldıq və demək olar ki, yaxın bir müddətdə biz holdingimizin PR şöbəsini yaratdıq və PR şöbəsində də bizim əməkdaşlarımız çalışır. Əsas işimiz, yəni işimizin əsas prioriteti istehsal etdiyimiz xəbərləri, yaydığımız xəbərləri sosial şəbəkələr vasitəsilə hansı ki bunlar Facebook, Twitter, Google Plus kimi məşhur sosial şəbəkələr vasitəsilə oxucularımıza birbaşa çatdırmaqdır. Quliyev Nurşən, APA İnformasiya Agentliyinin baş direktoru. APA İnformasiya Agentliyi 2004-cü il noyabr ayının 16-sında fəaliyyətə başlayıb. İlk olaraq biz 3 dildə fəaliyyət göstərməyə başlamışıq. Azərbaycan, Rus, İngilis. Daha sonra dillərin sayı artıb 2 əlavə dil, fransız və ərəb dillərində xəbər xidməti göstərməyə başlamışıq. O vaxtdan keçən artıq 10 il keçib APA-nın yaranmasından. Bu müddət ərzində APA-nın Azərbaycan mətbuat məkanında, media sahəsində çox ciddi şəkildə uğurlar əldə edib və hazırda ölkənin aparıcı informasiya agentliklərindən mətbuat orqanlarının biridir. Agentliyin Azərbaycanın demək olar ki, bütün bölgələrini əhatə edən müxbir postları var. Bundan başqa APA-nın bir neçə ölkədə qeydiyyatdan keçmiş məntəqələri fəaliyyət göstərir. Buna misal olaraq Moskva bürosunu, Türkiyə bürosunu, Gürcüstan bürosunu və Azərbaycandan ilk dəfə olaraq media orqanı kimi Avropa Şurasında ofisinin fəaliyyət göstərməsini qeyd etmək olar. APA-nın əsas iş istiqamətləri, yəni əsas prinsipləri qərəzsiz, operativ, obyektiv informasiya xəbər çatdırmaqdır. Xəbərlərini Azərbaycan, Rus, İngilis, fransız və ərəb dillərində yayımlayan APA Holdingin Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Rumıniya, Rusiya, Gürcüstan və dünyanın digər aparıcı ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir. Gələcək planları, prioritet layihələri haqda isə Holdingin prezidenti Vüsalə Mahir qızından eşidək. Xoş gördük Vüsalə xanım. Sizlə bu günləri Medialine olaraq APA Holdingi işıqlandırmaq istədik. Bu günləri Azərbaycan media bazarında kifayət qədər öz sözünü demiş qurumlardan biridir, ön sırada olan qurumlardan biridir. Bugün ümumi mediadan danışdığımız zaman, bugün Azərbaycanda internet portalları sferasında danışdığımız zaman APA Holding haqqında danışmamaq mümkün deyil. Bugün bu kifayət qədər bu sferada, media sferasında kifayət qədər rəqabət var. Bu rəqabət fonunda APA Holdingin yeri hansı mövqedədir bugün Azərbaycan bazarında? Mən hesab edirəm ki, həm rəqiblərimiz, həm Azərbaycan oxucusu, həm də
bizim müştərilərimiz, yəni APA Holdingi seçənlər bilirlər onun yerini. Və ümumiyyətlə hesab edirəm ki, Azərbaycan internet mediasının bu cür inkişaf eləməyi, bu cür çox sahəli və çox, belə deyək, rəngli olması müsbət bir hadisədir. Ölkədə internetin azadlığına, internetə məhdudiyyət olmamasına, ümumiyyətlə media azadlığına xidmət edən bir sahədir. İnternet dünyanın hər yerində son zamanlar trend olan media sferası, internet media sferasıdır və şadam ki, Azərbaycanda da belə bir media sferası var. APA Holding kimi bir qurumun ortalıqda olması, ortada olması, var olması, yəni ümumi o şəraitin yaratdığı bir, belə deyək, nəticədir, məhsuldur. O ki qaldı yerimizə, yenə deyirəm, bu APA-nın bazasında yaradılmış, APA agentliyinin bazasında yaradılmış bir qurumdur və hesab edirəm ki, biz Azərbaycan media bazarında, xüsusi olaraq internet media bazarında hər halda önəmli bir paya sahibik. Bugün Azərbaycan internet mediası bazarında IP məsələsi önəmli məsələlərdən biridir. Bu günlər portallar üçün, saytlar üçün önəmli məsələdir. Bugün APA Holdingin tərkibinə daxil olan qurumlar xəbəri IP üçünmü yazır, yoxsa yazıb sonra IP toplayır? Bizim ümumiyyətlə prioritetimiz ondan ibarətdir ki, IP xəbərin əsas, belə deyək, hissəsi olmamalıdır. Yəni, xəbər IP üçün yazılmamalıdır. Yaxşı xəbər yazmaq lazımdır ki, sadəcə oxucu oxusun və IP toplansın. Ümumiyyətlə, APA agentliyi üçün IP prioritet deyil. Əgər siz bizim saytımıza da baxanda görürsünüz ki, orada heç bir xəbərin oxunma sayı verilmir, heç bir ümumi olaraq yalnız saytda olan onlayn sayı göstərir ki, hazırda saytda nə qədər oxucu var. Bu, həmin onlayn sayda Google Analytics-in nəticəsinə görə göstərilir. Ümumiyyətlə, digər heç bir sayğacdan və bir də daxili sayğac sistemi bizim özümüzün informasiya texnologiyaları departamentimizin qurduğu daxili hesablanma sistemimiz var. Bu isə öz monitorinqlarımız üçündür. Ümumiyyətlə, APA Holdingdə mən sizə bir şey deyim ki, heç zaman heç bir bizim media qurumumuzu ay sonu nəticələrində niyə görə IP düşüb və yaxud da IP qalxıb deyə heç zaman belə bir sorğulama olmayıbdır. Bugün günümüzdə internet bazarında bolluq var, bunu bayaqdan da müzakirə edirik və danışırıq. Bu bolluq içərisində xəbərin ilkin mənbəyə istinadla bağlı vəziyyət necədir və ya sualı belə qoyaq, bugün Azərbaycan jurnalistikası istinad mədəniyyətini əldə edibmi? Yəni, bu istinad mədəniyyəti Azərbaycan jurnalistikasında formalaşıbmı? Ümumiyyətlə, mən hesab edirəm ki, istinad bir mədəniyyətdir. Yəni, normal bir mədəniyyətdir və istinad, başqalarının əməyinə hörmət edən, öz əməyinə hörmət edən insan başqasının əməyinə də hörmət edir və onu uğurlamaz. Yalnız bundan gedir söhbət, amma hesab edirəm ki, Mətbuat Şurasında bundan bağlı bir neçə tədbirlər keçirildi, müxtəlif müzakirələr oldu, hətta ictimai müzakirələr açıldı. Arzu eləməsək də sosial şəbəkələrdə media rəhbərləri arasında bundan bağlı müəyyən insidentlər də oldu, amma mən hesab edirəm ki, biz çox ciddi bir məsafə qət eləmişik bu yöndə, müsbət yöndə çox ciddi bir məsafə qət eləmişik. Artıq Azərbaycan saytlarının, qəzetlərinin və televiziyalarının özünə hörmət edən ciddi hissəsi, xəbərlə işləyən hissəsi istinad edir. Səlaf xanım, bu günləri APA Holding olaraq sosial şəbəkələrdən biz bunu baxırıq, görürük və müşahidə edirik, kifayət qədər yararlanırsınız. Bugün sosial şəbəkələrdə gedən informasiyaların APA Holdingin, APA Holdingə daxil olan qurumların xəbər portfelindəki yeri? Sosial şəbəkələr bizim üçün xəbərin mənbəyidir və mən sosial şəbəkələrdən istifadə olunmasının tərəfdarıyam. Amma burada çox belə deyək, incə bir nöqtə var. Sosial şəbəkə yalnız xəbərin mənbəyi rolunu oynaya bilər. Oradakı xəbəri olduğu kimi götürüb istifadə olunması, bu ümumiyyətlə prinsiplərin pozulmasıdır. Yəni, bizim jurnalist olaraq sosial şəbəkədə o xəbəri verəndən fərqimiz ondan ibarətdir ki, bizim onu və özəlliyimiz də sayt olaraq ondan ibarət ola bilər ki, biz o xəbəri ilkin mənbədən xəbər olaraq alırıq, xam mal olaraq alırıq, sonra onun istehsalı ilə məşğul oluruq. Qarşı tərəfin mövqeyini öyrənirik, dəqiqləşdiririk, rəsmi qurumların mövqeyini öyrənirik, hətta onun əsasında araşdırma hazırlayırıq və cəmiyyətə xəbəri olduğu kimi doğru formada çatdırırıq. Bugün yerli mediada nailiyyət qazanan jurnalistlərin bir çoxu bu günləri hər hansı, belə deyək, məsələn, bu günlər klassik mətbuatın şinelindən çıxan jurnalistlərdir. Bəs bu günlər məhz az öncə danışdığımız müasir media ünsürlərinin yaratdığı uğurlu imza sahibləri varmı? Var. Mən hesab edirəm ki, məsələn, APA-nın yaratdığı çox ciddi
imza sahibləri var. Biz artıq bu sahədə, yəni müasir internet media sahəsində bir məktəb rolunu oynayırıq. Bizim əməkdaşlarımız ayrı-ayrı media resurslarının rəhbərləridirlər, aparıcı redaktorlarıdırlar və yəni onlar ancaq bu cür vəzifələrə belə deyib buradan transfer olurlar. Sizin mətbuatda belə bir fikriniz getmişdi ki, mən orta məktəb vaxtlarımda idealım televiziya jurnalisti olmaq idi. Bu rakursdan baxsaq APA TV-yə, APA TV layihəsi Vüsalə xanımın, Vüsalə Mahir qızının uşaqlıq arzularının mövladıdır. Zamanın tələbi idi. Sadəcə hesab edirdim ki, biz elə bir vaxtda televiziyanı yaratdıq ki, biz hesab edirik ki, yəni indi yaratmasaq gec olar. Biraz əvvəl yaratsaydı tez idi, amma indi yaratmasaq gec olar və APA TV-nin inkişafı da göstərir ki, doğru qərar vermiş. Yəni Azərbaycanda internet televiziya və bu cür xəbər əsasında fəaliyyət göstərən internet televiziya qəbul olundu, insanlar baxırlar. Mən əvvəla təşəkkür edirəm belə bir veriliş üçün. Çox yaxşı bir verilişdir. Biz verilişdən əvvəl də sizlə söhbət edəndə mən dedim, bunun ən yaxşı tərəfi ondan ibarətdir ki, Azərbaycan jurnalistlərinin bir-birinin əvvəla işindən xəbərdar olur. İkinci, bizim televiziya və internet, ümumiyyətlə digər, yəni yazılı media və internet medianın, televiziya mediasının arasında bir dostluq münasibətləri, yəni sərhədlər götürülür, belə deyək. Mən hesab edirəm ki, həm digər həmkarlarımız da buna oxşar layihələr, bu cür layihələr eləsələr yaxşı olar. Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin istinad mənbəyi olan APA regionun ən böyük etimad qazanmış media şirkətləri sırasındadır. Beynəlxalq reyting cədvəllərinin statistikasına görə APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir. Kollektivimiz adından APA Holdinqa daha böyük iş uğurları arzulayır və hər zaman yerli mediamızın bayraqdarlarından olun deyirik. Beləliklə, bir proqramımızın da sonuna gəldik. Zamanın nəbzini tutmaq və media xəttinin inkişaf dinamikasından məlumatlı olmaq istəyirsinizsə, hər həftənin bazar ertəsi Medialayını mütləq izləyin. Sağ olun.